Selamünaleyküm, her vaktiniz hayır olsun. Toyota 2014. 2014 yılda su itkisiyle bağlı gelip bizim de size farkı yoktu, bizim bütün model farkı. Dedim Toyota bir konağımızı, Toyota hakkında sizler için paylaşım için bu problemle bağlı probleminiz olarsa bilesiniz. Əmi aksaklarımızdır, hoş gelmişsən. Sağ olun, çok sağ olun. Əmi nəylə bağlı gelmişsən? Ben bu antifriz azaldırdı, 3 ay müddətini azaldırdı. Ben qabaqda eləydim, əlavə eləydim. Evet. Əlavə eləydim, gördüm ki, xeyri yoxdur, kəsə bildim. Bir də müraciət edirdim, Bakılarla bir üstüyə baxdım, başı çıxmadım. Təqdiyyərim öz bağlıdır. Aydır, tabakka oluna. Bir daha kadın bir saklayın. Aysta. 3 aydır tabakka özür istəyirəm. 3 aydır tabakka olunur, böyle de sürülür. Yaxınlaşıb ustayında dərdi tapılmayıb, hətta deyən dolub ki, qalıqlıdan problem ola bilər. Bax, bu bunun pompasıdır, əlimdə gördüyünüz. Görürsünüz, antifrisin izi. Zavod pompadır. Zavod. Bu da antifrisin izidir. Yeni pompa ilə əvəz olunacaq. Pompanın kısıtkaları yerindədir, içi də təmizdir, antifriz idealdır. Amma pompanın özündə bir deyilsin. 150 bin kilometre gedib qardaş. Sonra deyirsiniz ki 150 bin getmiş Chevrolet'in motoru dağıldı. 150 bin getmiş görürsən Toyota'da problem olur. Olanda olur. Hansısa modelin üstünə hamımız tökülüb onu pisləməyək. Pompa dəyişiləcək, problem aradan qalxmış olacaq. Bu da bizim pompamız. İnşallah ki əmimiz üçün maşını yola salacaq. Yəni xeyirli uğurlu olsun, narahatlığı həll olacaq. Bir də injektor sistemləri yolacaq. Sağ olun. Sağ olun. Həmişə sizi izləmişəm canlı yayında. Ona görə də açıq ürəklə gəlmişəm sizin yanınıza. Bunun dərdini siz tapasınız. Öz qardaş oğlunun yanına gəlmişsən. Bura sənə qurban. Çox sağ olun. Sağ olun, var olun. Güzel, bağlaya bilərsən. Bir də injektor falan yolacaq. O da sonranın işləridir. Svetsada injektorda şeylərine baxacaq. Yanacaq sərfətinə bağlı olaraq. Şu okey. İzləmədə qalın. Qəzət çəkilişləri gəlir.